Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz 1-ci sinif deməli təsvir incəsənətdən dərs 13 fəaliyyətdə olan insanlardır. Rəssam əsərinə baxın. İnsan nə edir, necə düşünürsünüz? İnsan və at fiqurunu rəssam hansı materialdan yaradıb? Deməli uşaqlar, ümumiyyətlə baxaq görək bu nədir? Deməli bir qəhrəman var. O atın üzərində hərəkət edir və əlində də qılınc şəkli var. Bu əlbəttə ki gildən hazırlanıb, gil və daşlardan hazırlanır və bitişdirilir. Deməli ümumiyyətlə rəssama, yəni bildiyiniz kimi kiçik ümumiyyətlə həcmli insan və heyvan fiqurları yaradan rəssama heykəltəraş deyirlər və onların çəkdikləri əsərlər də büt, büst, sonra heykəl və s. adlanır yaratdıqları əsər. Onların o sənətinə isə heykəltəraşlıq əsəri, yəni heykəltəraşlıq sənəti deyilir. Fuad Əbdürrəhmanovun bildiyiniz kimi bir sıra əsərləri mövcuddur. Ox atan əsərini görürük burada. Məsələn, necə də gözəl əsər yaradıb. Eyni zamanda burada çoban əsərini görürük. Bunların hər biri deməli Fuad Əbdürrəhmanovun əsəridir. Heykəltəraş heykəl yaradır. O öz əsərlərini ağac, gil, daş və metaldan hazırlayır. İnsan heykəlləri haqqında danışın. Onlar nə edir? Rəsm heykəldən nə ilə fərqlənir? Uşaqlar, insan heykəlləri insanlara bənzəyən, insanların deməli təcəssüm etdirən rəssamın metaldan, ağacdan, daşdan, gildən hazırladığı fiqurlardır. Onlar əlbəttə ki, sadəcə donuq vəziyyətdə qala bilərlər. Məsələn, kimisi ox ata bilər, ox atan vəziyyətdə heykəli hazırlana bilər. Kimisi alqışlanarkən, alqışladığı zaman heykəli yaradıla bilər. Və yaxud kimsə futbol oynadığı zaman heykəl yaradıla bilər. Maradonanın heykəli var məsələn və s. Bunun tipli şeylər mövcuddur. Rəsm heykəldən nə ilə fərqlənir? Rəsm daha çox çizgi əsəri ilə çəkilir və daha çox vərəqin, yarpağın, ağacın, divarların üzərinə çəkilir və burada əsas fərq ondan ibarətdir ki, rəsm bir şeyin üzərində yaradılır. Yəni rəsmin rəsm olması üçün rəsm bir şeyin üzərində yaradılmalıdır. Amma heykəl bir şeyin üzərində yaradılmağa ehtiyac duymur. Heykəli elə bütöv formada hazırlayıb hər hansısa bir yerə də qoya bilərsiniz. Heykəl əşya formasını, heykələ hər hansısa bir hərəkət edə bilən və yaxud edə bilməyən əşya da adlandıra bilər. Amma rəsmdə nəsə hərəkət eləmir. Sonra burada görürük uşaqlar, burada plastilindən hərəkət edən insan şəkilləri də yarada bilərik. Təbii ki, bu artıq sizin öz istəyinizdən asılıdır. Yeni sözlər var. Həcm, heykəl, heykəltəraş, heykəltəraşlıq. Həcm nə oldu? Həcm ölçü vahididir. Məsələn, həcmli insan fiquru, yəni müəyyən bir həcmə malik, iri, böyük, kiçik, orta fərqi yoxdur. Bu formaya sahib bir rəsm yaradırıq. Buna deyirik həcmli bir əsər. Heykəl odur ki, rəssamın əli ilə maddi nemətlərdən hazırlanmış və maddi tapıntı kimi sayıla biləcək heykəllərdir. Yəni əşyalardır. Məsələn, heykəl bildiyimiz kimi büt, büst, heykəlin elə özü və s. sayılır. Heykəltəraş heykəli yaradan rəssama deyilir. Heykəltəraş və heykəltəraş öz əsərini ağac, gil, daş və s. bunlardan hazırlayaraq mövcud vəziyyətə gətirir. Heykəltəraşlıq isə onun bu alətlərdən istifadə edərək gözəl sənət əsəri yaradılan hissəsinə deyilir. Heykəltəraşlıq sənəti. Belə. İncəsənət muzeyində sərgi zalı keçirilir. Araşdıraq, tədqiqat aparaq var, düşünək və yaradaq var. Gəlin baxaq. Uşaqlar, burada muzey, sərgi, seyr etmək, tamaşaçı var. Muzey, deməli, muzey odur ki, bir çox tarixi
ədəbi eksponatların sərgiləndiyi bir binadır, muzey. Burada tarixi də əşyalar ola bilər, hər hansısa bir ədəbi portretlər də ola bilər və s. və s. Burada xalçalar da ola bilər ki, məsələn, Azərbaycanda Şeyx Səfi xalçası bildiyiniz kimi dünyanın bir çox ölkələrində, o cümlədən Londonda və Sankt-Peterburqda onun nümayiş etdirilmişdi və s. və s. Nəysə, məsələn, Dədə Qorqud eposunun, Dədə Qorqud dastanının nüsxələri məsələn Dresdendə və Vatikanda saxlanılır və s. Yəni həm ədəbi, həm tarixi eksponatlar burada sərgilənə bilər. Sərgi odur ki, həmin eksponatların izləyicilərə ötürülməsi və bunun haqqında bir informasiya mübadiləsinə şərait yaradılan bir məclisin keçirilməsidir. Yəni eksponatların belə deyim, eksponatların izləyicilərə göstərilməsini əsas tutan bir məclis, sərgi buna deyirik. Seyr etmək bizim, yəni seyr etmək, baxmaq, araşdırmaq, müşahidə etmək mənasına gəlir. Seyr etmək, tamaşaçı da həmin eksponatlarla bağlı maraqlanan və həmin eksponatları görməyə gələn şəxslər aid edilir burada. Belə uşaqlar, bu günlük bu qədər. Sağ olun, salamat qalın, gələn dərslərdə görüşərik. Hələlik.